Ha, gördün də Trump da neylədi? Dedi müharibələri saxlayacağam. Kişi kimi də saxladı. Dəhliz məsələsi də həll olunur. Bir dənə qaldı Rusiya ilə Ukrayna. O da inşallah düzələcək. Əşi, hamısını eləyən masonlardır. Siz də oradan buradan söz eşirdiniz, başınızı xarab eləmişsiniz. Niyə var da Rasim əmi gizlin təşkilatlar? Ha, başın da əlimin altındadır. Baş var söhbətlər elə də. Rasim əmi, bu Rusiya ilə Ukrayna müharibəsinin axırı necə olacaq? Ha, bax bu fikir ver, Rus nə vaxt aqressivləşirsə, deməli vəziyyət odur. Sən bunları hardan bilsən Rasim əmi? O vaxt tarixə hazırlaşırdım da, kəsdilər. Onda da indiki kimi dördü, çox çətin idi. Ha, mən bilirsən, tarixi necə oxuyurdum. Bax, Rus eləyən kim olub? Pyotr Pervi. Git Pyotra kimi Rusun tarixinə bax. Olan yaşadığı ərazi var ha. Hamısı türklərindir. Qızıl Orda, eşitmirsən? Əşmə bunlar sən niyə danışıram? Kitab var, internet var. Get aç, oxu da, biraz özünüzə əziyyət verin. Halal deyirsən əvvəllah, Rasim əmi. Vəssalam. Ah, indi oldun Abrazavonski. Deməli, gələn səfər yadıma salarsan, sənə Rusiya-Ukrayna müharibəsinin incə detallarından danışacağım. Eşitdin? Oldu Rasim əmi. Çox sağ ol Rasim əmi. Sağ ol. Sağ ol.